Salam şagirdlər və müəllimlər. İndi biz danışırıq 18-ci əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya və Osmanlı tərəfindən işğal olunması mövzusundan. Qeyd edim ki, işğal ərəfəsində həm Osmanlının, həm də Rusiyanın Azərbaycanla bağlı xüsusi məqsədləri var idi. Onlar niyə görə Azərbaycan ərazisini işğal etmək istəyirdilər? Qeyd edim ki, 18-ci əsrin əvvəllərində Osmanlı imperiyası Azərbaycana əsasən Rusiyaya qarşı bir mübarizə meydanı kimi baxırdı. Həmçinin sərhədlərini Xəzər dənizinə qədər genişləndirmək və buradan keçən təbii ki, tranzit ticarət yollarını ələ keçirmək istəyirdi. Bəs Rusiya nə istəyirdi? Rusiya da sənayesi üçün xam mal mənbəyi və satış bazarı kimi baxırdı Azərbaycana. Həmçinin o da Azərbaycanı ələ keçirməklə şərq və qərb ticarətində vasitəçi olmaq, Xəzər dənizinə çıxış əldə etmək istəyirdi. Yəni 18-ci əsrin əvvəllərində Qara dənizə çıxış əldə edə bilməmişdi. İndi əsas niyyəti Xəzər dənizinə çıxış əldə etmək idi. Bu dövrdə biz danışa biləcəyimiz Səfəvi hökmdarlarından biri Şah Sultan Hüseyndir. O 1694-1722-ci illərdə hakimiyyətdə olubdur. Qeyd edim ki, onun dövründə 1713-cü ildə dostluq və ticarət müqaviləsi üçün Peterburqa nümayəndə göndərmiş olur. O nəyə görə onlarla müqavilə imzalamaq istəyirdi? Nəyə görə onlarla müqavilə bağlamaq istəyirdi? Yəni, həmin dövrdə böyük İpək yolu artıq öz əhəmiyyətini itirmişdi. Volqa-Xəzər su yolu vasitəsilə ticari əlaqələr saxlamaq, Azərbaycan ipəyini Avropaya daşımaq niyyətində idi, belə deyim. Ona görə həm də ölkəni düşmüş olan bu ağır vəziyyətdən Şah Sultan Hüseynin dövrü ümumiyyətlə olduqca ağır bir dövr idi iqtisadi baxımdan, siyasi baxımdan Səfəvilərdə. Nümayəndəsini göndərir 1713-cü ildə Peterburqa və həmin dövrdə Rusiya bir qədər sonra Artemi Volinskini bu regiona göndərir, burada kəşfiyyat məlumatlar toplaması üçün. Və ona tapşırıq verilmişdi ki, buradakı xristiyanlarla əlaqə saxlamalıdır. Eyni zamanda yol boyu otlaqların olub-olmadığını, yəni belə deyim, ordunun ərzaqla təmin edə biləcək şəraitin olub-olmadığını müəyyənləşdirmək üçün göndərilir və 1717-ci ildə İsfahanda Rus tacirlərinin mənafeyinə uyğun ticarət müqaviləsi imzalanmış olur. Ruslar ümumiyyətlə Azərbaycanın işğalında Şirvana çox böyük əhəmiyyət verirdilər. Çünki Şirvan ipəyi ilə məşhur idi. Ona görə bütün diqqətlərini Şirvana yönəltmişdilər. Və Şirvanda hətta konsulluq açmaq istəyirdilər. Çünki həm də orada Rus tacirləri var idi. 1667-ci il müqaviləsindən sonra Şirvanda əsasən Rus tacirləri çox məskunlaşmışdılar. Və burada Rus konsulluq açmaq haqqında qərar qəbul olunmuşdu. Ancaq Şirvanda üsyan baş verməsi Hacı Davudun rəhbərliyi ilə bunu həyata keçirməyə mane oldu. Yəni, Hacı Davudun onu dəstəkləməsi, sonra özünün rəhbərlik etməsi, yəni buna mane olur. Peterburqda, yəni Azərbaycana yürüyüşlə bağlı xüsusi plan hazırlanmış. Bu planın adını da hətta Şamaxı ekspedisiyası qoymuşdular. Ancaq Şirvan yenə qeyd edirəm, üsyanı qələbə çaldıqdan sonra 1-ci Pyotr həm yürüyüşün adını, həm də istiqamətini dəyişir. Hacı Davudla Osmanlı arasında anlaşmanın imzalanması Osmanlı imperiyasının Cənubi Qafqaza qoşun yeritmək istəməsi Rusiyanın Xəzəryanı ərazilərlə bağlı işğalçı siyasətin həyata keçirilməsinə mane ola bilərdi. Ona görə Çar Rusiyası tez bir zamanda artıq buraya qoşun yeritmək qərarına gəlmiş olur və 1722-ci ildə xüsusi bir manifest verir. Bu manifest Azərbaycan türk dilində yerli xalqa müraciətdən ibarət idi. Yəni, burada bildirilirdi ki, onlar bura işğal məqsədi ilə gəlmir, Rusların buraya gəlmə məqsədi tamamilə dostcasınadır. Səfəvi şahına kömək məqsədi ilə gəlirlər, üsyanları yatırmaq məqsədi ilə və Şamaxıda qarət olunan Rus tacirlərinin sadəcə intiqamını almaq məqsədi ilə gəldiklərini bildirmiş olurdular. Təbii ki, bütün yürüyüşün əsl məqsədi örtüb bastır edilir. Yəni, orada qeyd olunmurdu ki, biz əvvəldən Şamaxı ekspedisiyası adlanan sənəd hazırlamışdıq və yaxud da burada Şirvanda, necə deyim, işğalçılıq siyasəti həyata keçirmək istəyirdik. Yəni, bunların hamısını gizlədirdilər. Tamamilə dostcasına bura gəldiklərini bildirirdilər. Və 1722-ci ilin yayında Həştərxandan 2 yolla quru və dəniz yolu ilə yürüşə başlayırlar. Və 1722-ci ilin avqust ayında Dərbəndin naibi İmamqulu bəy qalan naçarlarını 1-ci Pyotra təqdim edir. Həmin vaxt 1-ci Pyotra sui-qəsd təşkil olunsa da, ancaq sui-qəsdin üstü açılır. Növbəti yürüyüş hədəfi isə Bakı idi. Ancaq Xəzərdə tufan baş verir və onların ərzaq və silah-sursat gəmilərinin çox hissəsi Xəzərdə batır.
Bu, Rus əskərlərində bir ruh düşkünlüyü yaradır və onlar gəlsələr də qalib gələ bilməyəcəklərini düşünürlər. Digər tərəfdən isə İsveçin yenidən müharibəyə başlama təhlükəsi var idi Rusiya ilə. Həmçinin onların Bakıya gəlməsi, ümumiyyətlə Xəzər sahili vilayətlərə gəlməsi Osmanlı sarayının ciddi etirazlarına səbəb olduğuna görə 1-ci Pyotr yürüşü dayandırır. Rusların Bakıya dəniz üzərindən yürüşə hazırlaşdıkları bir zamanda Əfqanlar da bu zaman İsfahanı ələ keçirmiş olurlar 1722-ci ildə və Şah Sultan Hüseyn əsir götürülür, Təhmasib taxta çıxmış olur. Beləliklə Şah II Təhmasibin dövrü başlayır, 1722-32-ci illərdə hakimiyyətdə olub. Səfəvi hakimiyyətinin zəifləməsindən istifadə edən Osmanlı da Cənubi Qafqaza bu zaman qoşun yeridir. Bu hadisə Bakının Rusiya tərəfindən işğalını asanlaşdırır. Hindistana gedən yol, belə deyim də, yəni onu tezləşdirmiş olur, daha doğrusu tezləşdirir, asanlaşdırmış olur. Hindistana gedən yol çünki Ümid burnundan daha qısa idi. Yəni Azərbaycanla keçməklə Rusiya Hindistana getmək istəyirdi və bu əvvəllər istifadə etdiyi Ümid burnundan xeyli qısa idi. Ona görə bura çox böyük əhəmiyyət verirdi. Və nəhayət 1723-cü ildə Bakı işğal edilir. Və 1723-cü ildə Şah II Təhmasibin elçisi İsmail Mirzə Peterburqda Rusiya ilə Peterburq sülhünü imzalayır. Sülhün şərtlərinə görə işğal edilmiş Xəzər sahili vilayətlər Rusiyada qalmalı idi. Əvəzində Səfəvi şahına Əfqanlara qarşı mübarizədə kömək vəd olunurdu. Şah II Təhmasib isə bu müqaviləni təsdiq etmir. Bundan sonra Səfəvilər, daha doğrusu Rusiya, Azərbaycanda işğal etdiyi Xəzər sahili vilayətləri, belə deyim, qanuniləşdirmək üçün 1724-cü ildə Osmanlı ilə bir İstanbul müqaviləsi imzalayır və Azərbaycan torpaqlarını bölüşdürürlər öz aralarında. Azərbaycanın qərbi Osmanlı ərazisinə hesab olunur, onun işğal zonası elan olunur. Xəzər sahili vilayətlər isə Rusların işğal zonası elan olunur. Şirvan Osmanlıların himayəsi altında, belə deyim, Hacı Davud başda olmaqla yarım müstəqil xanlıq olmalı idi. İstanbul müqaviləsinə əsasən Osmanlılar 1724-cü ildə İrəvanı, Naxçıvan, Xoy, Mərənd tutulmuş olur. 1725-ci ildə isə Təbriz və İstanbul müqaviləsinə görə Osmanlının işğal zonası olmayan Ərdəbili işğal edirlər. Bu münasibətlə İstanbulda böyük atəşfəşanlıq olur. Bəs bu ərazilərin idarəçilik sistemi necə idi? İndi isə ondan danışaq. Ruslar qeyd etdiyimiz kimi Xəzər sahili vilayətləri işğal etmişdilər. Burada əsasən onların diqqət etdiyi məsələlər təbii ki, ipək idi və o cümlədən neft idi. Buna çox böyük əhəmiyyət verirdilər. Neftli torpaqların hamısı yerli sahibkarların, belə deyim, əlindən alınmış və birbaşa Rusların nəzarəti altına keçmişdi. Ruslar burada, xüsusən də Bakıda, yəni işğal olunmuş ərazilərdə komendant idarə üsulundan keçmişdilər. Buranın komendantı Baryatinski idi. Baryatinski Bakıda komendant idi. Həmçinin Kürün mənsəbində Peterburq kimi şəhərdə salındırmaq əsas niyyətlərindən biri idi 1-ci Pyotrun. Ermənilərin də Xəzər sahili ərazilərə, əsasən Dərbəndə, Bakıya köçürülməsi ilə bağlı 1724-cü ildə 1-ci Pyotr fərman vermiş olur eyni zamanda. Osmanlılar işğal etdikləri əraziləri isə necə idarə edirdilər? İnzibati cəhətdən vilayətlərə bölmüşdülər. Vilayətlər sancaqlara, sancaqlar mahallara, mahallar da nahiyələrə bölünürdü. Vilayət başçısı Osmanlı sərkərdəsi olmalıydı. Yəni bu 1-ci vilayətin başçısı mütləq Osmanlı sərkərdəsi olmalıydı. Sancaq, mahal və nahiyələr isə yerli feodallar ola bilərdilər. Bu vaxta qədər istifadə olunan divan və xastə torpaqları indi artıq dövlət torpaqlarına çevrildi. Və bu dövlət torpaqlarından həmin bu sancaqlara, mahallara, nahiyələrə və yaxud da digər idarəçilikdə istifadə olunan yerli bəylərə bəylik və ağalıq adlanan xüsusi şərti torpaqlar yaradılır. Hansı ki, bu dövlət torpaqlarından verilirdi və şərti idi yerli məmurlara, yəni idarəçilikdə istifadə etdikləri yerli məmurlara verirdilər. Bəylik, ağalıq. Xidmət müqabilində qeyd etdiyimiz kimi yerli feodallara verilirdi. Osmanlılar əhali siyahıya alırlar. Bu dövrdə Naxçıvan dəftərlərindən aydın olur ki, Osmanlılar qadın, qoca, şikəstləri, zehni əməklə məşğul olan şəxsləri vergidən azad etmişdilər. Vergilərin yığılması
bəzən müqatiyə də verilə bilirdi. Müqatiyəyə, yəni müqatiyə kəsib götürmək deməkdir. Yəni iltizama verilirdi vergi toplanması. Müəyyən müddətlik iltizama verilə bilirdi. 1727-ci ildə Osmanlı və Rusiya sərhəd müqaviləsini imzalayır. Bu müqavilə Nabur sülhü imzalanmış olur. Ruslar Niyazabad, Cavad, Salyan, Qızılağac, Astara, Lənkəranı ələ keçirir. Bir il sonra, yəni 1728-ci ildə isə Quba və Təngəni ələ keçirirlər. İşğal olunmuş ərazilərdə işğalçılara qarşı üsyanlar da baş verirdi. Məsələn, Rusiyaya qarşı Muğanda 1724-cü ildə Salyan hakiminin dul qadını Fatimə xanımın rəhbərliyi ilə üsyan baş verib və yaxud Osmanlıya qarşı 1727-ci ildə Qarabağda güclü üsyanlar baş veribdir. Mövzumuzdan bu qədər.